Qanun 4. Gəlir gətirən fəaliyyətə fokuslanın. Hər bir fəaliyyətdə əsas nəticəni verən bir neçə vacib iş var. Pul da məhz onlardan gəlir. Elə ona görə də insanlar çox vaxt diqqətlərini xırda şeylərə yox, əsas işlərə yönəltməlidirlər. Qaliblər çətin işlər etdiklərinə görə yox, sadə şeyləri hər gün düzgün etdiklərinə görə qalib olurlar. Ən vacibi isə onlar bunu həqiqətən də edirlər. Özündən tez-tez soruş. Necə daha çox pul qazana bilərəm? Cavab isə çox sadədir. Etməli olduğun işi et. İnsanların çoxu vacib işləri təxirə salır. Niyə? Çünki uğursuzluqdan qorxurlar, ya da səhv etməkdən və ya alınmayacağından qorxurlar. Amma həqiqət budur. Pul sözə görə yox, nəticəyə görə verilir. Bəhanələr heç kimə pul qazandırmayıb. Əgər daha çox qazanmaq istəyirsənsə, daha faydalı işlər görməlisən. Unutma, gəlirin 80%-i adətən gördüyümüz işin cəmi 20%-dən gəlir. Yəni, biz çox zaman vaxtımızın 80%-ni boş-boşuna keçiririk. Bir çox insanlar vaxtını boş işlərə xərcləyir. Qaliblər isə vaxtlarını birbaşa pul gətirən işlərə sərf edirlər. Məhz buna görə də onlar digərlərindən daha sürətlə irəli gedirlər.